Salam uşaqlar. Bugünkü mövzumuz Azərbaycanın relyefi, sərhəddində yerləşən obyektlər və faydalı qazıntılardır. Şagirdimiz Zəhra ilə çalışacağıq ki, yetəri qədər geniş məlumat verək ki, sizin üçün də faydalı bir video olsun. Azərbaycanın neçə tektonik zonası var? De göstər. Qafqaz əyilməsi, Böyük Qafqaz qalxması, Kürdağ çiçəkliyi, Kiçik Qafqaz qalxması, bir də Orta Araz əyilməsi. Orta Araz əyilməsi. Orta Araz əyilməsində olan düzənişlər hansılardır? Sədərək düzü, Şərif düzü, Böyük düzü, Naxçıvan düzü. Stop. Bəs cənubunda olan 3 dənə düzənlik hansı tektonik zonadır? Gürcistan, Yaycı, Ordubad düşür, Kiçik Qafqaz qalxmasına. Kiçik Qafqaz qalxmasına Naxçıvan ərazisində hansı dağlar aiddir? Zəngəzur Və Dərələyəs Dərələyəs. Həmçinin də bunlar Kiçik Qafqaz relyefi də deyə bilərikmi? deyərlər. Deyə bilərik. Ən hündür zirvələri hansıdır? Dərələyəs 2, Kükürdağ 3120, Zəngəzur 2, Qapıcıq 3904, Qapıcıqdan sonra ən hündür zirvə Zəngəzurda Qazancı nə qədərdir? 3829, 9, düzdür. Yaxşı, Ermənistanla sərhəddə yerləşən silsilələri göstərək. Mormos, Şərdağ silsiləsi, Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, Yazı yaylası, Dərələyəs, Zəngəzur. Zəngəzur. Ümumiyyətlə ən uzun sərhəddir yoxsa qısadır? Ən uzun 1007 kilometrdir. Şahdağ silsiləsi hansı zirvəyə çatanda parçalanır? Böyük Hinadağ 2367-də, Murovdağ və Göyçə silsiləsi. Aha, Murovdağ sərhəddə yerləşir ya yox? Yerləşir. Ən hündür zirvəsi Camışdağ 3724, hansı tektonik zonadır? Kiçik Qafqaz, Hansı relyefdir? Kiçik Qafqaz, C-incə hərami düzləri Cəmiyyətə, necə düzənişlər gedir? Aşağı Araz boyu, Düzdür. Bu tektonik zona olaraq daxildir. Kürdağ silsiləsi, Düzdür. Lənkəran ovalığı. Kürdağ silsiləsi, Lənkəranda filiz faydalı yoxsa qeyri-filiz faydalı qazıntılar var? heç bir yoxdur. Ən çox nə var? Mineral, Mineral sular var. Düzdür. Nəyə görə mineral sular orada boldur? Çünki tektonik sərhəddədir. Hansı tektonik sərhəd düşür ora? Kiçik Qafqaz, Və bir də Kürdağ silsiləsi. düzdür. Yaxşı, burada relyef olaraq Talış relyefi hansı silsilələrdən ibarətdir? Bura var, Peşməsən, Talış, Hansı ölkə ilə sərhəddədirlər? İran, İran. Ən uzun, ən hündür silsiləsi, zirvəsi. Kömürçür, 2493, İkinci, Qızıl 2433, düzdür. Hansı tektonik zonaya daxildir? Kiçik Qafqaz qalxması, Kiçik Qafqaz qalxması əla. Lənkəran ovalığı okean səviyyəsindən aşağıda yoxsa okean səviyyəsində? aşağıda -20, Mənfi 27 metr. Candar göl Gürcistan sərhəddə yerləşir. tektonik zona, Kürdağ silsiləsi, landşaftı, yarım sərhəd çöl, iqlimi o da yarım sərhəd çöl. düzdür. Niyal dağ hansı tektonik zona? Böyük Qafqaz qalxması, Hansı relyef? Böyük Qafqaz, Relyefi. Böyük Qafqaz relyefi iki tektonik zonadan ibarətdir. Düzdür, səhvdir. düzdür. Hansı tektonik zonalardır? Ön Qafqaz, bir də Böyük Qafqaz. Qalxması düzdür. Böyük Qafqazda mən 4000-ə keçən zirvələri deyəcəm. Sən hündür adlarını deyəsən. 40-20, Tərəfən, 41-91, Tufanda, 42-43, Şarpa, 44-66, Bazar düzü, 40-63. Çingiz Mustafayev, Düzdür. 22-05, Dübrar, Dübrar göstər. Hansı tektonik zonadadır? Böyük Qafqaz qalxması, Qalxmasında. Şollar düzü. Ön Qafqaz əyilməsi, Düzdür. Qanıq ərisək. Kürdağ çiçəklik, Qarabağ düzü. o da Kürdağ silsiləsi, Qarabağ silsiləsi. Kiçik Qafqaz qalxması, Qarabağ vulkanik yaylası. Kiçik Qafqaz qalxması, Hər ikisinin hündür zirvələri. Qarabağ vulkanik yaylası 2 Dərdal 3616, Aha. Qarabağ silsiləsininki isə böyük keçdi 27-25, 23-46 Bəsaradı. kiçik keçdi. Həmçinin Eyni zamanda da biçənə yaşını, Biçənə yaşımı hansı silsilənin üstündə yerləşir? Zəngəzur, Zəngəzur silsiləsinin, düzdür. Yaxşı, Kürün həm Kürün həm Arazın sağında yerləşir. Muğac, Kürün sağı, Arazın solu. Kürün solunda olanlar. Kürün sonunda Ceyrançı, Şirvan, bir də Cəmşəri Şirvan, Düzdür. Acınoğur düzü hansı silsilələr arasındadır? Daş, Üzmən, Qocaşın, Hər iki silsilə hansı tektonik zonaya daxildir? Kürdağ çiçəklik, Düzdür. Çoban dağın hündürlüyü? 890, Düzdür, 890-dır. Əla. Baş su ayrıcı silsilə hansı ölkə ilə sərhəddə yerləşir? Rusiya,
Rusiya ilə Sudur silsiləsi, O da Rusiya. Astara çay, İran. düzdür. Azərbaycan ucqar nöqtələri. Şimaldan Qutan dağı. Aha. Cənubdan Astara çay. Şərqdən Şahdili və Neftaşlar adası. Düzdür. Qərbdən də Sədərək. Bir də Bir də bu da. Nə? Candargöl. Candargöl, düzdür. Yaxşı, Kəlbəcər və Laçında olan faydalı qazıntılar. Nə? Kəlbəcərlə Laçında olan faydalı qazıntı. Qızıl. Laçında qızıl var. Yoxdur. Yox, xromit və Olur. civə. Civə yataqları Kəlbəcərdə hansıdır? Ağyataq, Levçay, Bir də şey ilə başlayır. Şorbaq. Şorbulaq. Laçında civə yatağı, İkilad Narsanlı, və Cilcəs. Cilgəssay. Böyük Qafqazda filiz faydalı qazıntılara rast gəlinir. Düzdür. Hansı hissədə? Balçın, Zaqatala. Hansı filiz? Düzdür. İşarəsi necədir? Təkər. Təkər işarəsi. Əlvan metaldır, qara metaldır. Əlvan. Əlvan metaldır. Yataqların adları Kastar, Mazlıçay, Katexçay, bir də Kastaq, Mazımçay, Katexçay. Yadımdan çıxdı, nədirsə. Yaxşı, ondan sonra Kəlbəcərdə olan qızıl yatağı. Sol, Zod və Vecnəli. yox, Vecnəl hardadır? Zəngilan. Zəngilanda. Bəs Zodundan nə? Qızıl bulaq və ya Söyüdlü. Qoşa hardadır? Gədəbəkdə. Gədəbəy ərazisində. Bentonik gili Qazaxda daş salaqda. nə üçün istifadə olunur? Qəlblər Hazırlanmasında. Barit yataqları Soğudar. və baş Başqa quyularının qazılmasında. istifadə olunur. Düzdür, yaxşı. Nə deyək sənə? Palontökən silsiləsi. Mingəçevir su anbarı hansı silsilələr arasındadır? Palontökən, Bozdağ, Xocaşin. Xocaşen silsilələri. Qarabağ düzü hansı belə deyək, hansı meşəsində saqqız ağacı var? Sultanburt. Sultanburt meşəsində, düzdür. Qarabağ düzü Kürün sağı solu Kürün sağı. sağındadır, düzdür. Yaxşı, Yaşma düzü. Hansı tektonik zona? Böyük Qafqaz qalxması. Böyük Qafqaz qalxması. Yanaş hissin işarəsi. Üçbucaq, Antinalardır. Düzdür. Hansı ərazilərdədir yanaş hiss? Bir Qubadadır, İsmailiyadadır, bir də Abşeron Obustandadır. Qobustanda. Kvars qoman işarəsi. Dördbucaq içində 3 dənə nöqtə Abşerondadır. Adları. Hükmən. Hacıbəyli, Hökməli. Qubada olan mineral sular. Xaltan Xəşicini. Şabranda. Qalaltı. Kəlbəcərdə. İstisu. İstisu. Laçında. Minkənd, Tutqun. Düzdür. Şuşada. Tuşsu, Şırlan. Şırlan. Düzdür. Abşeronda. Şıx və Suraxanı. Şıxla Suraxanı. Yaxşı. Neft qaz ehtiyatları əsasən dənizdən çıxarılır yoxsa qurudan? Hər ikisi. Hər ikisi. Amma ən çox Dənizdən. dənizdən çıxarılır. Muradxanlı Mollakənd hansı dövrə aiddir? Mezozoy. Hansı bitib? Mollakənd. Bitir, amma Muradxanlıda hələ də vardı. Siyəzən nə yatağıdır? Neft. Neft. Quruda yoxsa suda? Quruda. Hansı iqtisadi coğrafi rayona düşür? Qulaq açmaz. Hansı xarici ölkəyə sərhəddədir? Heç biri. Qulaq açmaz deyirsinizsə Rusiya, amma təkcə seçilirsə. Heç birinə düşmür, düzdür. Yaxşı, bəs Şahdəniz Ümid Abşeronun nə yatağıdır? Qaz. Düzdür. Ən çox qaz ehtiyatı hansındadır? Şahdəniz. Əsri müqaviləsi hansına əsasən? Düzdür, Şahdəniz əsasən, düzdür. Küraraz ovalığında yerləşən düzənişlər. Qarayazı. Küraraz ovalığında yerləşən. Şirvan. Aha. Muğan. Cənub-Şərqi Şirvan. Salyan. Salyan düzdür. Qarayazı düzü. Hansı ölkə ilə sərhəddədir? Gürcüstan, Ermənistan. Gürcüstanlar, Ermənistan. Gətirmə konusular Azərbaycanda harda formalaşıb? Şollar. Aha, Qarayazı. aha, Lənkəran. düzdür. Bir də Şirvan. Şirvan. Bir də Qarabağ düzündə də vardı. Tərtər çayı. Üstündə hansı su anbarları var? Soğuşandan Sərsən. Sərsəng su anbarı var, düzdür. Yaxşı, İranla sərhəddən keçən coğrafi obyektlər. Aras sayı. Muğan düzü. Burava. Yox, burava düşməz. Bolqarsa. Bolqar çay, aha. Dündən də demədim. Hə, sonra Bolqar çay, sonra
Bir də Talış dağları. Düzdür, Astara çay. Azərbaycanda qara metal üçün xammallar nələrdir? Manqan, Sonra dünyada hansılarda sayı ümumiyyətlə? daş kömür, manqan, yox, xromit. Bir də Bir də sizdə bentvançilindən də istifadə olunur nədə? qəlblər. Qəlblərin hazırlanmasında. Azərbaycanda qara metallurgiyanın inkişafına mənfi təsir göstərir olmaması. Düzdür. Yaxşı, Zəlik Alinut yatağı hansı rayon ərazisindədir? Daş kəsəndə. Daşkəsəndə. Alinutun işarəsi necədir? Demək, dörd bucaq içində dairə var, dairənin kənarları qaralmış. Düzdür. Mis molibden hardadır? Mis, molibden, Dəniz. Mis molibden Paravaçay, Yağçay, hansı ərazidədir? Ordubada, Ordubad ərazisindədir. Sırf mis desəm, Kəlbəcər. yox, Gədəbəydə. Yatağın adı nə idi? Həm də dedim o sement yatağı da var. Abşeronda eyni adlı. Qaradağ, düzdür. Yaxşı, sonra nə qaldı? Filizlərdən nəyi soruşmadım. Nələr qaldı? Qızıla civəni zadı soruşdum. Hə, dəmir filizi. Yatağı hardan? Dəmir filizi. Aha. Dəhamam, Çay, bir də Cənubi Daşkəsən. Düzdür. Azərbaycanda duz ehtiyatları hardadır? bir Naxçıvanda, bir də Abşeronda. Hansında çökmə duzdur? Naxçıvanda yox, Abşeronda. Abşeronda. Buradakı necə duzdur? Daş duz. Daş duzdur, düzdür. Bəs mərmər ehtiyatları Azərbaycanda hardadır? Pəmbə mərmər Qubada, Aha, Şərurda, Qara mərmər. aha. Bir də daş kəsəndə ağ mərmər. Ağ mərmər. İşarəsi necədir mərmərin? 2 dənə tərs uçbucaqlardır. Aha. Və Romb işarəsi ortadan da xəttə deyək belə. Yaxşı. Azərbaycanda hər yerdə var desə nə götürürük? Tikinti materialları Azərbaycanda hər yerdə vardır. Azərbaycanda var, amma azdır desə nə götürəcəyik? meşə, torpaq, yanar şist, su. Su, düzdür. Şirin su. Azərbaycan niyə mineral sularına zəngindir? Tektonik ısınma zonasında yerləşir ona görə. Düzdür. Azərbaycanda 9 ballıq zəlzələ zonaları. Şamaxı, Göycə ətrafı, Aha, bir də Naxçıvan qapısında. Qapıcıq ətrafında, düzdür. Yaxşı. Demək olar ki, çalışdıq hər şeyi soruşaq. Ümid edirik sizin üçün də faydalı olar. Görüşərik, sağ olun.